Salam, hörmətli izləyicilərimiz. Universal Anlaş Agentliyindən hər kəsə salamlayıram. Şəxsi tikili 2 mərtəbə 3 sotun içində ana yola 100 metr məsafədə sizə ev tapmışam. Özdəki 6 otaqlı ev. Qiyməti, hörmətli izləyicilərim, 79.500 manata deyilir. 79.500 manata deyilir. Qardaş özü üçün tikib şəxsi tikili evdir. Məsələn, radiatoru, kombisi, yaşayış var. İndi müəyyən işlər qalıb. Qardaş deyir, hamısının qiymətini nəzərə alıb, qiymət qoymuşam. Zəhmət olmasa göstər görək, hörmətli izləyicilərimiz baxsın. Hörmətli izləyicilər, bax, zalın 2 dənə pəncərəsi var. Hər bir tərəf qoşa kubiklə tikilib. Hal-hazırda evimizdə yaşayışda var. Çox keyfiyyətlə tikilib, hardasa bir 10-12 ilin evi olar. Yəni mən bu makro kimi, bir vasitəsi kimi, baxan kimi evi çox bəyəndim, hörmətli izləyicilərimiz. Koridorun bir dənə genişliyini götür oradan. Oradan götür. Bax, koridorun genişliyi, hörmətli izləyicilərimiz, 1.70'dir. 1.70 koridorumuzun genişliyi var. Burada bir dənə yataq otağı, buradan hörmətli izləyicilər. Evimizin hər tərəfinə də dolaşmaq olur. Tavan hündürlüyü 3 metrdir. Mərtəbələrarası beton panelli, bax, ses radiatorlardır. Yəni yaşayış var. Yəni al buranı yaşa. Yəni aşağıda elə bir 3 otaqlı evdir, yuxarıda 3 otaqlı evdir, atdelli. Bax burada koridorda da sessiyası var, hörmətli izləyicilərimiz. Koridorun bir dənə emisiya vurublar, aboy etirazı var. Buranın amma aboyu var. Hörmətli izləyicilərimiz, baxın, gözəl bir dənə yataq otağıdır. Geniş. Yəni burada böyük bir dənə şifonyer, taxt, uşaq kravatı qoyublar. Hamısını yerləşdiriblər burada. İndi bu dənə sanuzellərdə sizə təqdim edeyim. Bax burada, hörmətli izləyicilərimiz, sanuzellərdir. Yuxarıda da yeri var. Oranı bağlayırlar, sizə göstərəcəm. Burada hamamıdır, hörmətli izləyicilərimiz. Burada unitaz yerləşir. Hörmətli izləyicilər, keçək hörmətli izləyicilərimiz. Bax, ara kəsmələri qoşadı. Bax, bu biyaqçı, o ara kəsmələri də qeyd edeyim. Ara kəsmələri də qoşadı, hörmətli izləyicilərimiz. Valla, qiymət münasib bir qiymətdir. Bu burada mətbəxidir. Mebeldən də bilərsiniz ki, yəni bunlar köhnə mebel stilində olan mebellərdir. Kim alsa yeniləyər. Bax, burada hörmətli izləyicilərimiz. Bax, burada televizor qoyublar, divan qoyublar. Yəni, mətbəxi kifayət qədər genişdir. Qiymət də münasib bir qiymətə qoyulub. Şəxsi tikilidir 3 sotun içində. İndi keçək 2-ci mərtəbə ilə tanışılıq. Hörmətli izləyicilərim, bax, pləkanı da fikir verirsinizsə monolit betondur. Məhəccərində quraşdırırlar. Yəni, pləkan mərmərdən yığılmalıdır. Gəlin. Hörmətli izləyicilərimiz, kəmərin qalınlığına fikir verirsə, bax, kubikin qalınlığından yüksəkdir. Təmiz 30 sm normativlərə uyğun atılıb. Gəlin ki, məhəccər qoyulub. Bax, keyfiyyətlə bax. Buranı, bütün beton monolitdir. Bax, görsünüz, beton monolitdir, yəni piltələr olur, qədimi piltələr onlardan. Yuxarıda bir dənə böyük bir dənə zalı var. Burada bölməyiblər də. Kim istəsə bölə bilər buranı, yataq otağı çıxarda bilər, amma bölməyiblər. Qardaş ki, burada bir dənə pəncərə var ki, oranı bağladır. Bir dənə hörmətli izləyicilərimiz, bir dənə tavan işləmələrini götürüb. Bax, bir dənə tavana çornovoy. Otaq kifayət qədər genişdir. Hardasa 45-46 kvadrata yaxın olar. Mən bir bunları ölçdüm. Burada hörmətli izləyicilərimiz, çornovoy taxta döşənib, millər sıx atılıb, hamısı qaydasında. Özdə baxıram, təmiz 8 santıdır. İndi elə bir şey tapmaq mümkün deyil. Tam keyfiyyətləndir. Burada bir dənə yataq otağıdır. Baxa bilərik. Burada hamısı baxıram qoşa daşla. Pəncərələri, dəmir raşotqalarına kimi 2-ci mərtəbənin qoyulub. Şəxsi özünə tikilmiş evdir, hörmətli izləyicilərimiz. Belə evlər az-az çıxır satışa. Yəni, belə evi əldən qaçırmaq olmasa, hörmətli izləyicilərim, həyətində ağacları, əlavə əldamsız adda var. Yəni, real baxmaq istəyənlər, çox sizi yormuram. Gəlib, inşallah baxa da bilərlər. Bir dənə, bax, burada bir dənə belə qəşəng otaq var. Burada sanuzel də var, hörmətli izləyicilərimiz. Sanuzelə. Bax, buradan çıxış qoyublar. İndi bura bağlıdır, mən göstərə bilməyəcəm. Buradan balkondur. Balkona çıxışda bir dənə də 8 kvadrata yaxın sanuzel var. Onu istəsəz. Bax, buradan da qapı qoya bilərsiniz. Bax, buradan da qardaş dedi, qapı açıb, orada sanuzel təmirsiz istifadə eləmək olar.
tam təmir eləyib yaşaya da bilərsiniz. Yəni hal-hazırda aşağıda 3 dənə otaq, mətbəxi var. Yuxarıda da geniş ailə üçün, yəni 6 otaqlı, 2 mərtəbəli, 3 sotun içində tam keyfiyyətli evdir. Real alıcıların buyursunlar, zəng eləsinlər, gəlsinlər.